Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti amnistiya aktının icrası davam edir. Aktı qadın məhkumların saxlandığı 4 saylı cəza çəkmə müəssisəsində icra olunub. Amnistiya aktının şamil olunduğu məhkumlardan 3'ü azadlığa buraxılıb. Amnistiya aktına düşən digər məhbusların 4 ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur. Xatırladaq ki, mayın 20'sində Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu 28 may Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi qəbul edilib. Bugün Azərbaycanın milli qəhrəmanı telereportyor Çingiz Mustafayevin ölümündən 24 il ötür. Bütün dünya Azərbaycanın başına gətirilmiş Xocalı faciəsi həqiqətlərini məhz Çingiz Mustafayevin canı ilə risk edərək çəkdiyi kadrlarda görüb. Çingiz elə son nəfəsinə qədər də cəbhənin ən qaynar nöqtəsində olub, peşə borcunu yerinə yetirərkən şəhid olub. 1992-ci ilin bu günü Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib. Bu an belə Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi. Milli qəhrəman Çingiz Mustafayev Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün, yəni iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev Bakıya gəlib və qısa bir zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilib. 1997-ci ildə isə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və Milli Məclis bu təklifi bəyənib.